geniş məna kəsb eləyir. Tək namaz qılmaq ibadət deyil, yəni İbadətin bir növüdür və ən bariz deyək nümunələrindən biridir. İbadət dedikdə ilk zehnə gələn anlam, məfhum namaz ola bilər, amma belə deyil. Yəni başqa ibadət, yəni itaət, Allah qarşısında itaətkarlıq, Allahın bütün əmr və nəhyilərinə boyun qoymaqlıq həqiqətdə ibadət hesab olunur. Haramdan çəkinməklik ibadətdir. Vacib məsələləri yerinə yetirməklik ibadətdir və Allahın buyurduğu əmr və nəhylər istisnasız olaraq məsləhət və məfsədə üzündəndir. Allah hər şeydə məsləhət varsa ona əmr eləyir və hər şeydə məfsədə və ziyan varsa nəhy edir və qadağan eləyir onu. Allahın hikməti ilə biz isbat eləyirik ki, Xudavənd Mütəal heç vaxt bihudə hökm verməz. Doğru. Hər yerdə əmr varsa, hikmət əsasındadır və orada məsləhət var və orada fayda var. O əzizlər ki, məsələn, ibadətə nisbətdə səhlənkardılar, namazda səhlənkardılar. Bilməlidirlər ki, əgər Xudavənd Mütəal əmr eləyir namaz qılmağa, deməli orada xeyir, fayda var. Bəzi qardaşlar, əzizlər bilmirlər faydasını və səhlənkarlıq eləyirlər. Burada vəzifə ilk öncə maarifləndirmək.